Çernobıl faciəsi demək olar ki, dünya bəşəriyyətində ən böyük faciə idi. Müxtəlif versiyalar deyirlər onun partlaması barəsində. Yəni bəziləri o vaxt deyirlər diversiya olub, bəziləri deyirlər ki, təcrübəsizlik ucbatından. Və gecə qəflətən evimizə girdilər və orada dedilər ki, gecə ikən getməlisiniz. Bizi doldurdular poyezə, demədilər hara gedirik. Hər bir addımımızı izləyirdilər. İşləyən momentdə bu 15-16-ya qədər, əgər sən tərləyərsənsə, sən spiratorun naxadı dəyişməlisən. Əgər dedi o tər sənin bədəninə, ağzına, hissəsinə gedərsə, mədəni parçalaya bilərdi. Qarbaçov bu Çernobılın partlayışını gizli saxlamışdı. O vaxt SSR vaxtı belə bir direktiv vardı, onu gizlədirdilər, demirdilər. Çernobılda o vaxt SSR-in vaxtında sırf Azərbaycanlıların özlərinin ən ağır toçkalara göndərirdilər. Təsəvvür edin, helikopter havadan dərman tökür və həmin helikopterin əriyib tökülməyini görür. Burada insan əməyi gərək işləməli deyildi. Robotların əməyi olmalı. O faciədə insanlar elə bir ki, ət maşınına buraxılmışdı. Ölümümüzü, gözümüzü qabağına almışdı biz orada. Çernobılda olanlar, Azərbaycanlılar hamımızı məruz qalıb bu böyük bir ağır xəstəliyə. Həyatım çox pis oldu mənim. Və iki uşağım dünyaya gəldi. İkisi də həmin vəziyyətdədir. Mənim kimi yenə gün altda çıxa bilmir onlarda. Çernobıl həmin gün sənə göstərmiş xəstəliyi. 1-2 ildən sonra insan bədəni yeməyə başlayır şu an. Ali qurandan sonra mənim 2 övladım oldu. Hər ikisi əlildir. Mənim biri də şəkili budur. Çernobılda sonra doğulan övladımdır. ...1987-ci ildə mən hərbi xidmətimi Kharkov vilayətinin Çuquyev şəhərində keçirdim. Leytenant rütbəsində, yəni hərbi məktəbi qutarıb oraya yönləndirilmişdim. Və 86-cı ildə aprelin 26-sı Çernobıl faciəsi baş verəndə bir ildən sonra məni ora göndərdilər. Və orada əsrin faciəsi olan Çernobıl qəzası bütün dünyaya yayıldı. Yəni ki, bu ağlasılmaz bir faciə idi və onun müxtəlif versiyalar deyirlər onun partlaması barəsində. Yəni bəziləri o vaxt deyirlər diversiya olub, bəziləri deyirlər ki, təcrübəsizlik ucbatından, amma əsas versiyalardan biri odur ki, eksperiment keçirilən zaman həmin o atom stansiyasında oradakı olan işçilərin o qəza bax ondan əmələ gəldi. Yəni orada reaktor, 4-cü blok partlayıb da, orada Çernobılın 4 dənə blokuna 4-cü blok partlamışdı və həmin o eksperimentdə bunlar deməli reaktorun işləyə-işləyə söndürülüb, yenidən işlənməsi zamanı sərinləndirici qurğuları işə salanda, bax o sərinləndirici qurğuları işə düşməyib, o faciə baş verdi, partlayış oldu. Çox belə sözlə deyiləsi deyil də, yəni bilirsiniz, dünyada müxtəlif kataklizmalar olur, müxtəlif qəzalar, texniki qəzalar, amma bu elə qəzadır ki, orada radiasiya, şüalanma nəticəsində insanlar oradan əziyyət çəkir. Və bilmir 3 ilə 5 ildən sonra onun başına nə gələcək. O vaxt mən orada xidmət edəndə SSR-in xalq artisti vardı, Yosif Kabzon. O bizə konsert verməyə gəlmişdi, ona sual verirlər. Əfqanistanda qorxuludur, təhlükəlidir, yoxsa Çernobılda? O dedi ki, əlbəttə Çernobılda. Əfqanistanda düşməni görürsən, ya o səni öldürür, ya sən onu. Amma burada o radiasiya şüalanmaya tutulursan və 5 ildən sonra, 10 ildən sonra sən yaşayacaqsanmı? Yəni o sual altındadır. Orada biz necə? Orada deməli qəzanın aradan qaldırılmasında mən orada komandir vəzifəsində leytenant idim. Mənə 40 nəfər, yəni 30 yaşından yuxarı qulluqçular vermişdilər, mülki şəxslər. Onları deməli 4-cü blokda işləri aparırdım. Orada necə idi? Misal üçün bir otaq var idi,
o otağın içində 1000-1500 rengin olan bir otaq idi. Ora giriş çıxış saniyələrdə 5 saniyə girdi, hansısa bir daşı dağıntılar altına götürdü, çıxdı. O 100 ringin, 150 ringin şüalanmaya məruz qalırdı. O vaxtı SSR vaxtında Mikhail Gorbaçovun o başçılığı altındaydı. SSR prezidenti idi o vaxtı. O vaxtı deməli qeyri-xristiyan olan millətlərə başqa bir münasibətdir. Məsələn, müsəlmanları orada işlədəndə gözümün qabağında şahidi olmuşam da, o Rus zabitləri, əskərləri yəni. 18-19 yaşında əskərləri salırlar həmin şüalanma zonasına. Mən onlarda dəfələrlə mübahisə aparmışam ki, ay balam, olmaz da o yazıq 18 yaşı var, hansı ki mənim də 23 yaşım var idi. O vaxt SSR vaxtı belə bir direktiv var idi, onu gizlədirdilər, demirdilər. Direktiv nədən ibarət idi? 30 yaşına qədər heç bir şəxsi Çernobıl qəzası ora göndərmək olmaz. Amma bunlar nə edirdi? Baxmırlar o direktivə, əmrə göndərirdilər və şüalanmalar və neçə nəfər dəfələrlə elə olmuşdu ki, mənim gözümün qabağında elə əskər orada şüalanma tutub belə, nə bilim, 5 gündən sonra dünyasını dəyişirdi. Çox belə acınacaqlı olub orada vəziyyət. Yanğını söndürənlər elə birinci gün gələndə elə birinci 5 gündə 10.000 nəfər təsəvvür edin, o radiasiyanın təsiri altında vəfat etdi. Zülfü Əmirov, 2-ci qrup Çernobıl əlli. Çernobıl hadisəsi baş verən zaman mən Belarusiyanın Jilobel şəhərində hərbi qulluqdaydım və Çernobıl hadisəsi baş verdi. Baş verən zaman bizi yığdılar ki, və Çernobılda yol ayrıcısı var. Yol ayrıcısı, onu dəyişmək lazımdır ki, oradakı zəhərli maddəni çıxarsınlar. Və mən də komanda köməkçisi idim. Mənə də 110 nəfər saldatla bərabər bizi gətirdilər Çernobıl şəhərinə. Gətirdilər və meşənin ortasında xüsusi hazırlanmış palatkalar vardı. Bizi palatkalara yerləşdirdilər və xüsusi geyimlər verdilər bizə. Xüsusi geyimləri geyindik. Bizdən öncə bu yol ölçənlər var, onlar getdilər radiasiyanı ölçməyə və qayıdıb gələndə də bunların belə sifətləri çox belə interes idi, qıpqırmızı qızarmışdı, gözlərindən belə elə bir ki, yaş gəlirdi. Bu cür vəziyyətdə qayıdıb gəldilər ki, bəli, sabah işə başlayırıq və ilk 2 gündə 15-16 dəqiqədən artıq işləmək olmaz. Və bu tapşırıq verildi bizə və biz qruplara bölündük, Ural maşınlarla qruplardan getdik, xüsusi Çernobıl özündə, radiasiyanın özündə xüsusi betonlanmış yer vardı. Orada dayanırdım və orada 0,5 rentgen şüa dərəcəsi göstərirdi. Orada dayanırdım və qruplarla qaçırdım. 3 dənə də respirator vermişdilər bizə. Bunun ikisi zapazda dayanırdı sənin sırayında. Biri də 30 kilometr qalmış keçirdin ağzına ki, niyə 3 dənə? İşləyən momentdə bu 15-16 dəqiqə ərzində əgər sən tərləyərsənsə, sən respiratorun naxadı dəyişməlisən. Əgər dedi o tər sənin bədəninə, ağzına hissəsinə gedərsə, mədəni parçalaya bilərdi. Və bu qayda qanunları bizə tapşırırdılar. Gedir tapşırığa yerinə yetirirdin və tər gərilsə səndən naxadı respirator dəyişib və abratla mirirdik maşınlara, qaydırdıq öz yaşadığımız o əraziyə. Qaydan momentdə də əlindən nə qədər paltar vardı, nə geyinmişdin, xüsusi o geyimləri hamısını açıb tökürdün yerə və xlorlanmış su vardı. Suda yuyunurdun, keçirdin o birisi tərəfə və təzə paltarlar geyinirdin. Yəni 15-16 dəqiqə ərzində o paltarları geyinə bilirdin də. Onu atırdın və yeni paltarlarla təmin olunurdun. Belə bir müddət işlədikdən sonra biz hardasa bir 15 gün ərzində işlədiyimiz momentdə hardasa 32 nəfər bizdən hospitallara yerləşdirdilər. Və biz işləyib qutaran momentdə də onlardan mənim xəbərim olmadı, onların aqibətindən ki, onlardan idi. Yəni, getdi bana bizə tapşırıq verilirdi ki, 5-yə girmək qadağandır, meyvə yemək olmaz. 30 kilometr qalmış məsafədə. O respirator sənin ağzında olmalıydı. Və adi havanı uda bilməzdin, respirator udmaq lazım idi. Elələr oldu ki, yəni, saldat idi, bəzi nə bilim, rus dilini zəif bilirdimi, anlamırdımı bu hadisə nə olan şeydir. Çoxuna çatmır daxın Çernobıl nə olan şeydir, bunun faciəsi necə ola bilər. Hətta mən özüm də bir o qədər anlamırdım ki, bu nə olan şeydir. Ona görə də çox saldatlar buna riayət eləmirdi.
Yəni də bizdə də orada 110 nəfər içində Özbək vardı, Tacik vardı, Qırğız vardı. Yəni çoxsu müsəlman ölkələrindən olan saldatlar idi. Qayıdırlar, yəni o gördük ki, çoxsu çıxardır, nə bilim siqaret çəkir, nə bilim nə edir, həmin o zonalarda. Bu olmazdı. Bunlar hamısı qadağan olunmuş şeylər idi. Mən Məmmədov Səladar 1963-cü il dünyaya gəlmişəm. Mən 1987-ci ildə Azərbaycan Boru Prokat zavodunda çalışırdım və gecə qəflətən evimizə girdilər və məni hərbi hissəyə apardılar. Sumqayıt hərbi hissəsinə apardılar və orada dedilər ki, gecə ikən getməlisiniz siz. Təzədən bu bizə gətirdilər Biləcəriyə və may ayının birində bizi doldurdular Poyezə. Hara getdiyimizə xəbərimiz yox idi, hara gedirik. Deyirlər ki, bəs təlimə gedirsiniz. Mən əskəriyyətdən gəlmişdim 83-cü ildə və 87-ci ildə təlim dedim, həmişə aparırlar da, belə təlimə gedirlər. Dedi, yəqin adi təlimlərlə aparırlar. Hara getdiyimizə heç xəbərimiz olmadı. Poyezə doldurdular bizi. Ta Kiyevə getdik, çatdıq. Ora kimi yenə demədilər ki, hara gedirsiniz? Deyirlər, təlimə gedirsiniz Kiyevə. Getdik, gördük Poyezin yanında 10-12 dənə böyük bir hərbi maşınlar dayanıb. Biz Poyezdən düşdük, biz bindirdilər həmin təlimə. Bir də gördük ki, bir kamyon gəldi, bizə maskalar payladılar bizə. Respirator deyilən bir şey payladılar. Adam 3-4 dənə belə verdilər. Deyirlər, bunları geyəcəksiniz. Biz hara gedirik, orada deyirlər ki, bəs siz Çernobilə gedirsiniz. Bilirdik Çernobil partladı, nə olan şeydir. Biz aparlar orada məktəbə yerləşdirdilər. Hamımız orada qaldıq və səhərdən başda işə başladıq. Orada bir təlimlər keçdilər ki, bəs belə-belə heç bir yerə getmirsiniz. Oraya yazılır, məsələn, hər bir addımımızı izləyirdilər. Yəni buradan bura keçə bilməzsən, oradan oraya keçə bilməzsən. Yəni elə bir şey, müəyyən bir iz qoymuşlar, ora gedə bilərdi yanında. Biz aparlar partdan gələ 4-cü blokun üstünə. Biz 4-cü blokun üstündə işləmişik. Deməli, orada maqnit piltələrdir. Maqnit piltələri döşəmişdilər partdan 4-cü blokun üstünə və biz onun üstünə torpaq tökməli idik. Onun üstündən də sonra bizə bitum deyirlər də, qırf bitum deyirlər. Tollar deyirlər. Onu da çiynimizdə daşıyıb gətirib, orada töküb yayırdıq ora, izləyirdik. Deməli, günümüz 10-12 dəqiqə işləyirdik bir gün ərzində. 10-12 dəqiqə artıq işləmə olmazdı. Və bizim nakapitel deyirlər, o karandaş. Gətirib axşamüstü orada təqdim edirdik və orada göstərirdik ki, nə qədər yağıbsan rengin. Deməli, orada gündəlik norma var idi. O normadan artıq yığmaq olmazdı. Orada baxırlar aparatda, sıra deyirlər, çıx tez təcil stansiyadan. Çıxıb gedirdik, biz apardı avtobus qaldığımız yerə. Günü oldu 3 dəqiqə, elə oldu 4 dəqiqə, elə oldu 6 dəqiqə, yerlərə baxırdı, işləmək etməlidir. Deməli, orada başqa cür hərəkət edilməzdin. Mən Teymurov Çingiz Mürsəloğlu, Sumqayıt şəhərində anadan olmuşam. 1-ci qrup Çernobıl əlində. 1986-cı il aprel ayının 26-sında Çernobılın faciəsi baş verdi. Həmin faciəyə baş verən müddətdə bizi hərbi xidmətə zbora çağırdılar. 5 gün, 86-cı il mayın 1-də mən Çernobılın özündə oldum. Partlayan gündən 5 gün sonra. Həmin günü böyük bir faciə idi bu. Çernobıl faciəsi demək olardı ki, dünya bəşəriyyətində ən böyük faciə idi. Mən ora gedəndə biz heç nədə xəbərsiz, heç nə bilmirdik. Bizə dedilər ki, Çernobılın 30 kilometrində olacaq su. Sonra bizi yığıb maşınlarla Çernobılın özünə, faciənin baş verdiyi məkana apardılar. Həmin məkanda biz insanları təxris eləməklə məşğul olduq. Sonra da insanları oradan çıxartandan sonra təmizlik işləri ilə torpağın üz qatını götürüb klyonkalara doldurub salafan mişoklara. Onları yerin altına bastırmaq və üstlərini də betonlamaq ki, havanı zəhərləməsin. Buna baxmayaraq evlərin yuyulması, təmizlik işləri böyük bir faciədir. Mən demək istəyirəm ki, bu gözlə görünən məsələ deyildi. Bu iş burada insan əməyi gərək işləməli deyildi. Orada necə deyirlər, siz necə başa salın, orada robotların əməyi olmalıydı. Həmin böyük bir faciədə bizi o vaxt SSRİ-nin vaxtında biz belə şeyləri bilmirdik. Radiasiya nədir, o nədir? Biz orada olandan sonra bizə başa saldılar ki, bu radiasiya dünyada ən böyük faciədir, ən böyük insanın ən zərər çəkmiş nöqtəsidir.
Bu işlərlə məşğul olandan sonra bu faciədə blokun özündə 3 dəfə blokun özündə olmuşam. Blokun özündə olmaq orada 1-2 dəqiqəlik o girib həmin düz radiasyonun toçkaya girib oradan adicə bir elementar işi daşı ya bir nəyisə götürüb çıxmaqdır. Buna baxmayaraq mən 2 aydan sonra möhkəm xəstələndim. Ağır vəziyyətdə idim. Məni Kiyevə apardılar. Kiyevdə müalicəmi aldım. Ondan sonra məni təxris elədilər. Mən qayıtdım. Qayıdandan sonra 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev cənabları Çernobıl statusunu, Qarabağ əllərinə Çernobıl statusunu verildi. Həmin statusdan sonra 2001-ci ildə İlham Əliyev prezidentimiz, baş ali komandamız bu məsələni öz nəzərində saxlayıb və bütün statusların, Çernobıl əllərinə verilən statuslarını təsdiq etdi. Həmin bu Çernobılda olan insanların tək özü yox, onların uşaqları, övladları, hamısı əlil oldu. Ağır xəstəliyə məruz qaldılar. Mənim 4 övladım var, 4-ü də Çernobıl hadisəsindən sonra anadan olub, onlar hamısı xəstədir. Bəli, o suyla söndürmək olmalı xüsusi köpüklər vardı, kimyəvi köpüklər. Onlar da olmaz idi. Hardasa birinci yanğın söndürənlərin köpükdən başqa heç nə yox idi əllərinin altında. Birinci o çağırışa, partlayışdan sonra gələnlərdən. Deməli, orada Çernobıldan yaxınlığında Pripet şəhəri var, hansı ki atom elektrostansiya işçiləri orada yaşayırdı. Bax, o növbətçi, yanğın söndürmə növbətçi qrupu çıxanda ora, onlar köpükdən başqa, sudan başqa heç nə yox idi. Başladılar söndürməyə, sonra ondan sonra o helikopterlər gəldi, xüsusi kimyəvi maddələrlə, qumla, yəni onun qarşısını almaq üçün yuxarıdan, havadan, yəni 4-cü blokun üstünə tökürdülər, yəni onları. Orada birisi necədir? Bax, ümumqoşun mühafizə kompleksi var da, geyinməyə. OZK deyirdilər də o vaxt, SSR vaxtında. Hətta o geyimlər kömək eləmirdi. Radiasiya istənilən yerdən insanın bədəninə hopurdu. Bilirsiniz necə? Orada, o faciədə, ümumiyyətlə, bu SSR rəhbərlərinin insanlar elə bir ki, ət maşınına buraxılmışdı. Yəni, orada təsəvvür edin, robotlar orada işlədi, müvəqqəti. Robot tab götürə bilmirdi həmin o radiasiya. Yəni, sıradan çıxırdı, xarab olurdu, yığışdırırlar. İndi təsəvvür edin, insanları, canlı insanları buraxırlar ki, gedin ora, girin ora, yəni belə deyək də, gedin orada radiasiya qəbul edin və çıxın oradan sonra da 3 gün, 5 gündən sonra dünyanızı dəyişin. Heç bir təşkilatçılıq yox idi. O vaxtı, yəni, diqqətsizlik idi çox. Çernobıl əhatəsində yaşayan kəndlərdə yaşlı nənələr var idi. Onlar nə edirdilər? İnəkləri, donuzları kəsib, meşələrlə, gizli yollarla, çünki hər tərəf bağlıydı, şlanqbam, aparırdılar o əti Kiyevdə satırdılar. Və o həmin satan ərəfədə görülür ki, insanlar başlayır ölməyə. Yəni ki, təcili yardım məlumat verir axı. Statistikana ki, bugün 5 nəfər öldü. Araşdırdılar ki, həmin o ət, radiasiya, şüalanmış əti həmin nənələr bilməyərəkdən insanlara satır ki, pul qazansın da və insanlar vəfat edir. Yəni, radiasiya elə bir şeydir ki, dəmir heç bir qarşısını alınası bir maddə və yaxud kimyəvi maddə yoxdur ki, sən həmin anda girəsən ora və səndən qurtulmasın, sənə yapışmasın o şüalanma. Pripet şəhərini köçürdəndə orada bir dənə də insanlara bir çöp də qoymadılar çıxartmağı evlərindən, əşyalardan. Çünki nəyə görə? Radiasiya hər şeyə oturmuşdu, hopmuşdu. Küçələrdə olan torpaqlara, otlara, meşələrə, orada meşə var idi ki, 5-6 saatın ərzində həmin o yaşıl ağaclar sapsarı saralmışdı. Onun qüvvəsi o qədər böyük idi ki, o partlayışın. Yəni, atom bombasından da pis bir şüalanma idi da o, yəni partlayış idi. Oradan insanları köçürdəndə gizli formada kimsə nəsə apara bilmirdi, yoxlayırlar da hər tərəfli. Sonra, işlərdən sonra hər dəfə hərbi hissəyə qaydanda bizi şlanqbaumda yoxlayırdılar.
bütün əynimizdə nə hansı o uniforma var, hamısını çıxardırdılar, atırdılar, tullayırdılar, yandırırdılar və bizə yenisini verirdilər. Dozimetri aparatlarla yoxlayırdılar biz orada, keçirdirdilər. Gördülər ki, üstümdə radiasiya şüalanma yoxdur. Sonra orada maşın qəbirstanlığı var idi. Yüzlərlə maşınlar, hansı ki radiasiya almış, o şlanqbaumla, yəni şəhərə, Kiyev şəhərinə buraxılmırdı. Niyə görə? Çünki o dəmir ən çox qəbul edən şüalanmanı, radiasiyanı qəbul edən bir maddədir. Heç bir şeylə də onu təmizləmək olmur. Qəbirstanlıqla baxırdı, oradan bir dəfə bir Rus zabiti maşın istəmişdi oramağa, tutub onu həbs edilər, yəni iş verdilər ona. Çünki olmazdı da. Hesab edin ki, o maşını çıxarsaydı şəhərə, onlarla insanlar həlak ola bilərlər o radiasiyadan. Orada dəmir yol xətti vardı. Qalici qoymaq lazım idi ki, zəhərli maddəni oradan çıxarsınlar. Bu tapşırıq bizə verilmişdi. Və biz hardasa 28 gün müddətində o tapşırığı yerinə yetirdik. O köhnə orada dağılmış, sulmuş dəmir yol xəttinin ayrıcını götürdük, çıxartdıq və onu yenisi ilə əvəz elədik 28 gün müddətində. Hardasa bir 15-20 gün işləmişdik, tapşırığın paşdı, hardasa bir 50-60% yerinə yetirmişdik. Hiss edirdik ki, yəni nəsə səndə çatmır, belə halın dəyişir, halsızlıq yaranır. 3 nəfərdə bizdə həkim nəzarətçi vardı orada. O yeməklərimizə nəzarət olunurdu, bir də bizim özümüzə nəzarət olunurdu. Və orada həkimə mən sual verdim ki, bu niyə belədir? Dedi, bu Çernobıldır. Yəni bunun şüadır, dolur, bədənə qana dolur və bu halsızlıq yaradır insanda. Əgər dedi, müəyyən bir doza var, siz ondan artıq qəbul eləsəniz, bu naxadı sizi öldürə bilər də. Müəyyən dozaya qədər bizi orada saxlaya bilərdilər. Mesela tapşırığı yerinə yetirdik, bizi təzədən öz saxsımıza qaytardılar Belarusiya şəhərinə. Qayıdan momentdə sonra da bizi Belarusiyanın qospitallarına yerləşdirdilər. Hər gün bizdən qan alırlar, bizə sistem köçürüldürdülər, xüsusi vitaminlər var, onları verirdilər. 3 ay bizi bu cürə müalicə elədilər. Sağ olsun Belarusiya həkimləri. Bizə çox köməkli elədilər o barədə, yəni bizim o sağalmağımızda. Yəni başqa yerdə su içmək olmazdı, qadağan idi. Xüsusi butulkalarda sular verirdilər. Yəni Azərbaycandan su gəlirdi. Bu başqa ölkələrdə də hamısı butulka şəklində, yəni yeməklər, xüsusi yeməklər gəlirdi. Göydən vertolyotlar su səpirdi ki, toz qalxmasın ki, və soldatların bədəninə dolmasın. Yəni bunlar meşəyə girmək qadağan idi, gilə meyvə yemək qadağan idi. Hər tərəf iyul ayları idi, isti ayları idi həm də. Belə bu vəziyyətlər idi. Orada ancaq bizim qaydandan sonra ancaq həkim nəzarətində kimin vəziyyəti biraz yaxşı olursa onu göndərirdilər evə. Mən hətta öyle demək ki, prikaz verilmişdi evə getməyimi, məni buraxmamışdılar. Mən əlavə hardasa bir 2 ay neçə gündə əlavə qaldım həkimlər nəzarətində. Ondan sonra məni buraxdılar evə. Gəldim, bir müddət keçdi, üzr istəyirəm, mən ailə qurdum. Ailə qurandan sonra mənim 2 övladım oldu. Hər ikisi əlildir. Mənim övladım olanlarının biri də şəkili budur. Çernobılda sonra doğulan övladımdır. Düzdür, biz hər cürə dövlət qayğısı ilə əhatə olunmuşuq. Sağ olsun cənab prezidentimizi. Hər 3 aydan bir reabilitasiya mərkəzlərində oluruq. Hər cürə bizə belə qayğılar göstərilir. Dəhşətli anlar oydu ki, yəni işləyirdin, saldat edin, işləyirdin, baxırdın ki, 1-2 nəfər nəsə hala dəyişdi, bunları götürdülər, apardılar. Və onların sonraki taleyinə xəbərimiz olmurdu. Yəni onlar salamat qaldılar, öldülərmi? Yəni bax belə bir məndən o qulluq eləyən saldatlar idi hamımız. Biz saldat idik. Yəni biz prikaz yerinə yetirdik. Bizə əmr verilmişdi ki, bu tapşırıq yerinə yetirilməlidir. Biz də bunu yox idi. Xeyr, hamısı ruslar, özbəklər, qırğızlar, nə bilim taciklər bu millətlər idi. Demək bizim 10 rejim düzələndən sonra bizi gətirir arxa cəbhəyə. Biz orada deməli qırları hazırlayırdıq. Əridirdik, göndərdik, həmin blokun üstünə göndərirdik. Deməli, 1 ayda elə işlədik biz orada. Biz, deməli, 1 ay işləyəndən sonra bizə yavaş-yavaş təsir eləmə başladı. Mən orada neçə dəfə özümdən getdim, neçə dəfələr halsızlı oldum. Mən bu gün altda çıxa bilmirəm. Gün oldu, sırası mənim gözüm qapanır, avtomatik qapanır, yıxılıram bilirsən, vaxt olur. Çox vaxt elə olur məndə. Ən dəşətli isə blokun üstündə işləyirdik bir bax. Bir də orada Rus üstündə deyirlər, vibros oldu. Vibros deməli, o klapanlar var. Klapan açılmayanda partlayış baş verir orada. Deməli, klapan açılmadı belə. Partlayış baş vermək ərəfəsində bizə tez təcili buranı tərcih edin. Biz blokun üstündən yeri nə tərcih edilsə, onu bir Allah bilir.
İnan Allah, bəlkə ani bir 4-cü mərtəbə idi blokun üstü. 4-cü mərtəbədən yerə nətər gəldi, bəlkə 3 saniyə tərməz bəlkə eləncə, bax elə tərbiyə. Tullana, o pilləkən tullanda bir tərəq bayrağa qaçırdıq. Təzədən belə deyək, qutardı, təzədən çıxırdı xudaya işləməyə. Bax belə çələ çox olub. Demək, oradan gələn 87-ci ildə mən noyabrda ailə qurdum və 2 uşağım dünyaya gəldi. İkisi də həmin vəziyyətdədir. Mənim kimi yenə gün altında çıxa bilmir onlarda. Halsızlıq onlarda da olur, baş gicəllənmə onlarda da olur. Yəni məndə nətər uşaqlarımda o eləncə bir hadisə olur. Sağ olsun dövlətimiz qayğımıza qalırlar. Bizi mütəmadi sanatoriyalara göndərirlər. Gedirik biz sanatoriyada dincəlirik, müalicəmiz davam eləyir. Yəni müalicəsiz bizim mümkün deyil yaşamaq. Mən belə xatırlayıram ki, ən dəhşətli hadisə orada insanların kütləvi şəkildə olmağı mənim özümdə böyük bir dəhşət idi. O qədər insanın orada olmağı, böyle bunun özü böyük bir faciədir. Çernobıl özü gözünə görünməyən bir şeydir. Radiasiyadır, şuadır. Amma bilmirsən nədir bu. Sonra insana təsir edir, insanın sümüklərini yeyir, insanın baş ağrıları, göz ağrısı, bütün xəstəliklər. Onu hələ dünya səviyyəsində heç bir həkim deyəməz ki, bu insanın xəstəliyi nədəndir. Çox, Sumqayıtda mən məsəl üçün Sumqayıt şəhərində yaşayıram. 700 Çernobıl əhali vardı. Ondan cəmi 300 nəfər qalır. Onların da övladları xəstədir. Tək onları özləri yox, övladları da. Övladları xəstə, özləri. İndiyəcən 30 yaşından belə dərmanla yaşayırlar hamısı. Bu böyük dəhşət faciə. Bir var insanda bir xəstəlik olsun. Bunlarda da insanın bədənində qalmayan yer yoxdur. Hər yeri xəstədir. Mən demək istəyərdim ki, Çernobılda özü o vaxt SSR-nin vaxtında nəsə sırf Azərbaycanlıları özlərinin ən ağır toçkalara göndərirdilər. Yerlərə işləməyə. Tolka Azərbaycanlılara bax göndərirdilər ən ağır yerlərdə. O radiasiyanın ən gür olan yerlərinə Azərbaycanlılar orada iştirak edirdi. Bu dəhşət idi. Bunun sözlə deməkdir. Bu insan müharibə eləyir, insanı görüb vuruşur da. Amma burada gözə görünməyən şüa ilə biz vuruşmuşuq. Bəli xanım, etiraz deyəndə mən hərbi ilə olmuşam. Hərbi ilə olan şəxs heç bir etiraz bildirəməz. Mən hərbiçiyəm. Mən zıbarı çağırıblar. Hərbi, dövlətin qoyduğu qayda qanunla, hərbi ilə. Mən heç bir etiraz edəmərəm. Ölümə göndərsə getməliyəm. Onlar da mənim kimi hərbiçilər idi, çoxu. Hər millətdən var idi orada. Biz dörüdük. Hər millətdən. Onlar da hamısı başı sal başa işin görürdü. Çernobıl həmin gün sənə göstərmir xəstəliyi. 1 il, 2 ildən sonra insan bədəni yeməyə başlayır şu an. Şəxsən mənim özümün 2 ayağım, siz məni görürsünüz də, 2 ayağım mənim indi protezdir. Protez qoyulub bu çanaqlarım. Mən indi hal-hazırda o ilə gəzirəm. Sağ olsun bizim Ali Baş Komandanımız, hörmətli prezidentimiz İlham Əliyev cənabları, bütün bu Çernobıl əllərinə, yeri gələndə mən Qarabağ əllərində deyə bilərəm, onların hamısına olan güzəştlər dövlət səviyyəsində mühüm öz yerini tapıb. Ona görə də mən demək istəyirəm ki, bizim də səhiyyə var, həkimlərimiz var. Çernobılda olanlar, tək mən özümdən demirəm, Çernobılda olanlar, Azərbaycanlılar, hamısı bu məruz qalıb bu böyük bir ağır xəstəliyə. Bunun da müalicəsi yoxdur. Ağrı kəsicilər onlar müvəqqəti şeylərdir. Ondan başqa bizim sağ olsun Azərbaycan Respublikasının Əlillər Cəmiyyətinin sədri var. Mirəsən müəllim, Mirəsən Həsənov. O bizim bu vəziyyəti, özü də Çernobılda olub, Mirəsən müəllim. Özü bizim vəziyyəti yaxşı başa düşür. O bizə qarşı, bizə maddi, mənəvi köməkliyi, bizim statusumuzun qaldırmasında böyük köməkliyi var. Nazirlər Kabinetinə verib, Əmək və Əhalinin Sosial Müdafiəsinə bizi evlə təmin etmək, avtomobillə təmin etmək. Ən dəhşətli anlar orada birisi nə idi? Ora daxil olan insanlar, canlı insanlar, həmin o binanın hansısa bir sığınacaqların hansısa bir yerlərində təxirə salınmaz işlər aparan zaman oradan çıxıb 3 gündən sonra onun vəfat etmə yəni xəbəri gələndə bizə, yəni tanıdıqlarımızda orada zabitlər, mənim əsgərlərim var idi. Orada yaşlı insanlar idi də.
o məndən başqa Rus zabitləri dediyim kimi bayaq onları göndərəndə qanunsuz vaxtda yəni. Vaxt orada sekundamerlə girdin, çıxdın. 10 saniyə, 15 saniyə. Bax o vəfat edəndə o insanla 3 gün, 5 gün ünsiyyətdə olan insanlarla 3 gündən, 5 gündən sonra eşidirdin ki, vəfat edib şüalanmadan. Bir də ondan sonra biz orada olan zabitlərlə sonra yəni orada mən hərbi xidmətimi zabit kimi keçirdim də. Başqa bir şəhərlərə məni təqdimatımı dəyişəndə, gedəndə xidmətimə orada həmin mənlə qulluq edən zabitlər, hansılar ki, mən orada olub, onların da həyatda olmamaqlarını eşidəndə pis olurdum ki, bu radiasiya gör nələr elədi. Ümumiyyətlə, Çernobıl qəzasında 800-900 minə yaxın insan öldü, bax, o ərəfədə. Niyə görə bağlandı ki, oradan radiasiya çıxmasın xaricə və zəhərlənmə, şüalanma hadisələri baş verməsin. Yəni, çox keyfiyyətli də olmasa, 2016-cı ildə qərb köməkliyi ilə orada ikinci sarkofaq tikildi. 19-cu ildə tamamlandı və o birincidən dəfələrlə keyfiyyətli, davamlı bir şeydir. Yəni, faciədə biz orada çox hadisələr olub. Təsəvvür edin, helikopter havadan dərman tökür və həmin helikopterin o alovun, şüanın dərəcəsindən əriyib tökülməyini görmüşük. Mən şəxsən görməmişim, orada zabitlər vardı birinci həmin o 10 gündə. Yəni, o dərəcədə dəhşətli bir radiasiya şüalanma var idi ki, insanlar orada, yəni, bilmirəm, eksperiment oldu mu, diversiya, təxribat oldu, bilmirəm, amma ki, yenə də o 800-900 minə yaxın insan həlak oldu orada. Faciədən sonra, bəli, mənfi təsirləri oldu. Yəni, mən oradan qayıdandan sonra, deməli, orada necə idi? İnsanın hansı bir zəif yeri vardısa bədənində, bax, o yerə şüalanma çox təsir edirdi. Misal üçün, məndə ağciyərlərim biraz zəif idi. Bax, o ağciyərlərimdə məndə xroniki pnevmoniya oldu. Yəni ki, çətəlcəmin xroniki formasına keçdi. Sonra sümük ağrıları olurdu. Orada dərmanlar verirdilər bizə. Bizə sonra orada spirtli içkilər verirdilər, şit yağı verirdilər. Yəni, o şit yağını çörəksiz diri-diri udmalıydın da. Bəzi çoxları yeyə bilmirdi, mən yeyirdim də. Və bundan əlavə, Çernobıldan deməli qayıdandan sonra yenə xatırladım ki, o vaxt ki, əmrə görə 30 yaşına qədər qoymurdular orada xidmətə gedməyi. Nəyə görə? Yəni, ona görə ki, şüalanmadan sonra evlənən insanlarda uşaqlarında problem olur. Və həmin problem gəldi, mənə də çıxdı. Mənim yəni 2 balamın ikisində də qan xəstəliyi var. Və illərlə mən onları müalicə edirəm. Dərmansız, yəni, mümkün deyil. Yəni, dövlət tərəfindən indi verilən o dərman pulları var, ildə bir dəfə verilir. Yəni, baxılır, Çernobıl əlillərinə ümumiyyətlə dövlət tərəfindən diqqət var. Bax, mən sizə belə bir söz deyim. Təsəvvür edin, 93-cü ilin iyunun 15-i Ulu Öndər hakimiyyətə gəlir. Üstündən 5 ay keçir, Çernobıllara qayğı diqqətə görə əmr imzalayır. Və həmin əmrdən sonra bizim bütün güzəştlər tətbiq olundu. İnanılmaz bir şeydir. Amma ki, 93-ün iyunun 15-nə qədər belə güzəştlər yox idi. Qulluq eləmirsən də, orada da SSR o vaxt sənin dövlətin, vətənin idi. SSR hamımızın vətəni idi. Belə absurd müzakirələr. Amma Ulu Öndər gələndən sonra bizə, indi də davamçısı olan cənab prezident eyni diqqəti bizə yəni göstərir. Bax, indi nəzərə alırlar əlillər, ikinci qrup əliləmdə, mən balalarımla qan xəstəliyi, bunlar hamısını nəzərə alırıq. Misal üçün, cənab prezident bütün Çernobıl əlillərinə, şəhid ailələrlə, qazilərə, yəni biz də o siyahıdə edik, mənzillə təmin edildik, 2 otaqlı mənzili verildi mənə. Bax, indi Azərbaycanda 4 minə yaxın Çernobıl əlilləri qalıb da, qalanları hamısı vəfat edib. Müxtəlif radiasiya şüalanma diaqnozlarından. Və bizdə də bizim Çernobıl əlilləri cəmiyyətinin sədri Mirəsən müəllim də çox diqqətli və bizə qarşı qayğısını əsirgəmir. Hər dəfə maraqlanır, bütün o hansısa problemlər olur əlillərdə, müxtəlif problemlər, onların hamısında köməklik göstərir.
Yəni bu cür qayğı, diqqət və sizin də bizim əlillərimizin o faciədə iştirakçıları işıqlandırmanıza görə mən də sizə təşəkkür edirəm. Allah sizi qorusun, Allah bütün Azərbaycan millətini qorusun. Belə faciələrdən həmişə biz uzaq olaq.